Demək, əziz abituriyentlər, 41-ci sualda ilk başdan çətin görünə bilər, amma biraz diqqətli olmaq lazımdır. Dövlətlərin ümumi cəhətlərin doğru verildiyi sıraları müəyyən edin. Baxaq sıralara. CD, birinci sırada deyir ki, CD, yəni birinci Göytürk dövləti və Uyğur dövləti deyir ki, Çin üzərinə uğurlu hərbi yürüş ediblər. Bəli, həm Göytürk dövləti, həm də Uyğurlar Çin üzərinə uğurlu hərbi yürüşlər ediblər. ABC deyir ki, Albaniya dövləti, Avropa Hun dövləti və Göytürk dövləti, yəni birinci Göytürk dövləti Bizans dövləti ilə diplomatik münasibətlər qurublar. Bəli, bu da doğrudur. Hər üç dövlət Bizansın diplomatik əlaqələr saxlayıblar. Sonra üçüncü sırada deyir ki, B və Y, yəni Avropa Hun dövlətinin ərəb dövləti Aşina nəslində olan hökmdarlar tərəfindən idarə edilib. Xeyr, əziz yoldaşlar, belə bir şey olmayıb. Nə Avropa Hun dövləti, nə də ərəblər heç birisi Aşina soyuna mənsub deyildilər. Deməli, biz 3 olan variantları çıxırıq. B, C, Y deyir ki, Avropa Hun dövləti, birinci Göytürk dövləti və ərəb dövləti Sasanilərə qarşı aparılan müharibədə qalib gəlməli. Ərəbləri hardasa başa düşmək olar, amma Avropa Hun dövləti ilə Göytürk dövləti ərəblərlə müharibə aparmayıb. Sonra deyir ki, A və D eyni əsrdə süqut etmələri. Yəni Albaniya ilə Uyğur dövlətini deyir ki, eyni əsrdə süqut edib. Xeyr, Albaniya 705-ci ildə süqut edib. Uyğur dövləti isə 842-ci ildə süqut edib. Bunlar isə tamam fərqli illərdir. Ona görə 5 də səhvdir. Cavab olur nə? 1 və 2 A bəndi. Burada 43-cü sualda deyir ki, uyğunluq gözlənilmişdir. Frank İmparatoru Böyük Karlın qələbəsi ilə bitmişdir Poitiers döyüşü. 732-ci ildə baş vermiş ərəblərlə franklar arasında baş vermiş Poitiers döyüşündə Böyük Karl deyil, Karl Martel idi. Karl Martel də baş məmur olmuşdu. A bəndi ola bilməz. Frank dövlətində iç qanunlar toplusunu Böyük Karl yox, Lodvig yaratmışdı. Ona görə bu səhvdir. Frank kralı Lodvig Roma imperiyasına qalib gəlmişdi Suasson döyüşündə. Bu keçmiş Roma canişin qoşunları arasında olmuşdu Suasson döyüşü. Ona görə Roma imperiyası sözü yanlışdır. İtaliyanı tamamilə Frank dövlətinin tərkibinə qatmışdı İmperator Karl Martel. Bu da yanlış fikirdir. İtaliyanı tamamilə özünə tabi eləməyib. Amma Kordova dövləti ilə müharibə aparmışdı Frank hökmdarı Böyük Karl. Bəli, Piriney yarımadasında ərəblərlə müharibə apararaq Piriney yarımadasının şimalında bir vilayəti sadəcə ələ keçirmişdi. Cavab Y bəndi. Demək ki, yoldaşlar, 50-ci sualda deyir ki, Fransada 3-cü Respublikanın mövcud olduğu illərdə Almaniyada. Fransada 3-cü Respublika mövcud olub 1870 və 1944-cü illər. Müqəddəs Roma imperiyasına rəsmən son qoyulub. Bu 1806-da. Deməli, bu daha öncə olub. Yəni 1870-dən öncə olub. Biz isə 1870-dən 1944-ün arasında olan hadisələrə baxmalıyıq. Almaniyada deyir ki, monarxiyanın devrilməsi. Bəli, bu 1918-ci ildə olub. Bunu hardasa götürmək olar. Bu dursun. Konrad Adenauer ilk dəfə kansler seçilib. Bu 1949-da. Deməli, bu ola bilməz. Çünki 44-dən sonradır. Bu getdi. Sadova döyüşü 1866-da. Bu daha öncədir. Yəni 1870-dən öncəki hadisələrə aiddir. Şimali Alman İttifaqının təşkil edilməsi bu da 1866-cı ildir. Bu da 1870-dən öncə olan hadisələrdir. Cavab nə olur? B bəndi. 53-cü sual. Demək 5 iyul tarixində 2-ci cəhd imtahanında düşmüş suallardan biridir. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını istəyir bizdən. Demək, biz əraziləri bilməliyik. 1. Konstantinopol Bizansın ərazisidir. 1453-cü ildə tutulub Fatih II. Mehmet tərəfindən. 2. Misir ərazisidir. 1517-ci ildə Səlimin dövründə tutulub, yəni 1-ci Səlimin. 3 isə təxminən Tunis ərazisidir. Bu isə Sultan Süleymanın dövründə ələ keçirilmişdir. Onun da hakimiyyət illəri 1520-66-cı illərdir. Yəni 1520-1566. Baxaq, cavab nə olur? 1, 2, 3. 6-cı sualda deyir ki, Heydər Əliyevin Azərbaycan SSR rəhbəri dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Bakı metrosunun ilk 6 stansiyasının işə salınması. Bu 1967-ci ildir. Ona görə bu ola bilməz. Bakı məişət kondisionerləri zavodunun fəaliyyətə başlaması 1975-dir. Bu olar. Kolxozlara pasport verilməsi 1959-dur. Bu ola bilməz. Ağdam Xankəndi dəmir yolunun çəkilməyə başlaması isə 1979-dur. Bu olar.
Cavab olur nə? 2, 4. Növbəti sual 57-ci sualdır. AXC ilə bağlıdır və abituriyentlərin ən çox əziyyət çəkdiyi mövzulardan biridir. Baxırıq suala. Azərbaycan dilinin dövlət dili elan edilməsi bu 27 iyundur və bu Gəncə dövrünə aiddir. 2-yə gəlir A bəndi. Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul edilməsi Bakı dövrünə aiddir. Və Osmanlı dövlətinin AXC-nin dövlət müstəqilliyini tanıması isə Tiflis dövrünə aiddir. C, A, B. Kəndlilərə pulsuz torpaq payının verilməsi isə belə bir şey olmayıb AXC-də. AXC ilə bağlı bir qanunu qəbul edilmir. Yaxud da AXC hökuməti dövründə konstitusiya qəbulu da olmayıb.